ayrılıq dərdini dilə gətirən qədim xalq mahnılarımızdan biri ilə başladıq, əziz tamaşaçılar. Hər birinizi ürəkdən salamlayırıq. Ustad dərsində bugün çox maraqlı bir ab-hava artıq hiss olunur və buna görə də biz əlbəttə ki, Respublikamızın əməkdar artisti, Milli Konservatoriya nəzdində Musiqi Kollecinin sevilən, əziz müəllimlərindən biri Fərqanə xanım Qasımovaya təşəkkürümüzü bildiririk və onun tələbələrinə, buradakı musiqiçi dostlarımızın hər birinə dərin minnətdarıq. Əlbəttə ki, Kəklik mahnısından söhbət gedirsə və bu mahnının, belə deyək də, bu formada təqdimatından söhbət gedirsə, tarzən Mehman Mikailova xüsusi təşəkkür düşür. Hər biriniz xoş gəlmişsiniz verilişimizə. Fərqanə xanım, necə əhval-ruhiyyəniz? Xoş gördük Pərvənə xanım. Muğam sevərləri, musiqimizə dəyər verən insanlar, əlbəttə bugün bizə tamaşa edən tamaşaçılarımız muğamı sevən insanlardır. Bugün muğamdan, belə xalq mahnılarından yaddan çıxmış və Mehman müəllim tərəfindən bərpa olunmuş bizim xalq mahnılarımız var ki, biz onları tələbələrə də öyrədirik. Və bu cür ifalar muğama belə əhval-ruhiyyə gətirir, çünki kökü qədimədir. O qədim olan bir şeydə heç bir zaman itib batmır. Bugün bizi tarda, bu ifada Bəhram Hüseynzadə, kamançada isə bizim çox dəyərli kamança ifaçımız, beynəlxalq müsabiqələr qalibi Cahandar Mikailov müşayiət etdi. Biz Bəhram, sizə dərin təşəkkürümüzü bildiririk. Mənə elə gəlir ki, bu sizin üçün çox gözəl bir təcrübədir. İcazənizlə biz sizi yola salaq, gələcəkdə də ayrı-ayrı layihələrdə sizlə görüşəcəyik. Bəhram müəllim, onu da deyim ki, Asesiyanalıda artıq müəllim işləyir. Bəli. Həm bizim konservmestrımızda, həm cavan olmağına baxmayaraq, həm də müəllim işləyir. Ona da uğurlar arzulayırıq. Hər zaman uğurları bol olsun bütün cavanların. Amin. Bəli, ona görə Bəhram müəllim, sizi yola salırıq dərsə, yəni dərs deyəndə burada dərsdir, amma orada sizin tələbələriniz sizi gözləyir və Mehman müəllim, zəhmət buyurun tələbələrinizlə